Skapir. Bir sözlə səni başa düşürük. Bir həyat hekayəsi. Sevinci, kədəri, problemi və həyat təcrübəsi ilə dolu olan təsirli və ibrətamiz bir həyat hekayəsi. Hər insanın özünə məxsus bir həyat hekayəsi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Manol Radiosunun canlı efirində Rübabə Muxtarovanın təqdimatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz. Salam, hörmətli Radio Manol dinləyiciləri. Sizi yenə də mən Rübabə Muxtarova 96.9 Radio Manol'nin canlı efirində salamlayıram əziz dinləyicilər. Bugünkü bizim qonağımız Rövşən müəllim Yusifodur. Salam Rövşən müəllim, xoş gəldiniz. Çox sağ olun ki, mənim dəvətimi qəbul elədiniz, gəldiniz. Rövşən müəllim, özünüzü təqdim edə bilərsinizmi dinləyicilərimizə? Bəli. Əvvəlcə məni radyo verilişinizə dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Sonra isə fürsətdən istifadə edib bizi dinləyən hər bir dinləyiciyə uzun ömür, can sağlığı, gümrah, xoşbəxt gələcək arzulayıram. İşlərində uğurlar, dərd, qəm, kədər həmişə bizim dinləyicilərimizdən uzaq olsun. Çox sağ olun. Bundan sonra mən demək istəyirəm ki, Yusifov Rövşən Məmmədoğlu Maryanlı rayonunun Gorarxı kəndinin Təzəkənd kəndində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə oxumuşam. Orta məktəbi qutarandan sonra hərbi hissəyə getmişəm. Oradan gələndən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinə qəbul olmuşam. Həm də ki, elektrositdə işləmişəm eyni vaxtda. Sonra, elektrositdən sonra İmirdəki əzmə çeşitləmə zavodunda deməli baş mühəndisin müavini, baş energetik işləmişəm. Sonra Gürcüstanda baş verən bu hadisələrdən, fabrikaların, zavodun bağlanmasından, iş yerinin olmasından məcbur olub Rusiya getmişəm. Çelyabinski şəhərinin Troitski şəhərində, vilayətinin Troitski şəhərində deməli müdür işləmişəm, baş direktor işləmişəm, bələdiyyənin sədri işləmişəm. Bələdiyyənin sədri bizdəki kimi deyil. Orada deməli icra hakimi yoxdur. Bələdiyyənin sədri həm də icra hakimini əvəz eləyir. Bundan sonra da Bakıya gəlmişəm. Bakıda da bəzi bir yerlərdə işləmişəm. Belə. Çox gözəl. Uşaqlığınız harda və necə keçib? Uşaqlığım öz kəndimizdə, Təzəkənddə demək olar ki 3 fəsli kənddə keçirirdik. Yay vaxtı həmişə dağlara, yaylaqlara çıxırdıq. Kənddə uşaqlarla oynayırdıq, çilik toxma, futbol oynayırdıq. Amma Novruz bayramı gələndə uşaqlarla yığışırdıq. Yumurta götürürdük, döyüşdürürdük. Bu yumurtanın bərkliyini də dişimizə vurmaqla müəyyən eləyirdik ki, bu yumurta möhkəmdir, ya nətərdir. Bununla günümüzü keçirirdik. Bir də Novruz bayramını doğrudan da səbirsizlə gözləyirdik. Bu bizim ən əziz bayramımız olduğuna görə lopa düzəldirdik. Lopa nədir? Bunu deməli yumru parçadan düzəldirdik, möhkəm sıxırdıq ki, bunun içərisinə hava girməsin. Hava olsa bu tez yanardı. Möhkəm sıxırdıq, bu biraz gec yansın. Bunu da salyarkaya qoyurduq. Bir neçə gün salyarkada durandan sonra Novruz bayramı günü bunu yandırıb atırdıq. O vaxtın fişəngi də buydu. Sonra yay vaxtını gözləyirdik ki, biz nə vaxt yaylağa çıxacaq. Yaylağa çıxanda da uşaqlarla orada çilik toxumu oynayardıq. Axşamüstü tonqal qalayardıq. Tonqalın ətrafına yığılardıq. Hərə öz gördüyündən, bildiyindən söhbət elələrdi, danışardı. Bir-birimizə qulaq asardıq. Uşaqlar o zaman çox mehriban idi. Hamı bir-birini elə bil ki, öz doğma qardaşı, bacısı idi.
bir-birinin xətrinə dəyməzdi, bir-birinə hörmət ellərdi. Bəzi vaxt ağsaqqallar özümüzdən yaşlılar bizim yanımıza gələndə biz onlara yer verərdik, stol qoyardıq, oturardılar, onların söhbətlərini dinləyərdik. Bəzi vaxtlar da elə olurdu ki, uşaqlarla danışırdıq, hərə öz evindən nə var götürərdi, gedərdik baravar gəzməyə, orada bir süfrə açardıq, hərə öz yeməyini ortaya qoyardı, bərabər oturub yeyib içərdik, şadlanardıq, deyib gülərdik. Sonra bizim yaylaqlarda gözəl qızıl balıq var. Hansı ki, mən indi də o qızıl balığı dünyanın heç yerində görməmişəm. Mən hər yerdə olmuşam, ancaq görməmişəm. Bəzi farel balıqlar var, deyirlər bu qızıl balıqdır. O qızıl balıq deyil. Bizim qızıl balıqların üstündə qırmızı ulduz kimi xallar olur. Bunların da əti çox belə gözəl, dadlı, hələ elə bir balıq əti yoxdur ki, bu qızıl balığın ətinə çatsın. Əsas da bunu kərə yağında qızardanda. Biz uşaqlarla deməli götürürdük, bağışlayın, bel, sonra vedrə, çumbuz kəsirdik, xıramın qolunu bağlayırdıq. Orada qalan suyu da vedrə ilə soğub, oradan qızıl balıq tuturduq. Elə olurdu ki, orada biz qızdı, oğlanı, bərabər qardaş, bacı kimi hamı gedirdik gəzməyə, balıq tutmağa. Orada biz balıq tuturduq. Qızlar da həmən balığı kərə yağında qızardırdı. Baravar yenə deyib külə biz bu balığı yeyirdik. Elə də evdən apardığımız yeməklərlə birgə. Burada deməli belə bir bənd şeir yadıma düşdü. Səfərimdir bizim dağlar, kimdir mənlə gedən gəlsin. Qiymət verən telli saza havaları bilən gəlsin. Doğrudan da bizim dağlar bütün dağlardan fərqlənir. Havasına görə, suyuna görə, elə də ki iqliminə görə. Məsələn, orada gedirsən, bir həftəyə görürsən, yanaqların qıpqırmızı olur. Hansı ki, bu, heç bir dağlarda belə şey yoxdur. Mən hələ Rasiya gedəndə də bir dəfə gözəl, sizin kimi gözəl dostlarla yeyib içirdik. Oranın da gözəl təbiəti var, dincəlirdik. Nəsə bir anlığa bizim yaylaqlar gəldik, qəlbimdən keçdi. Gözümün qabağında uşaqlıq illərim keçdi. Belə bir şeir yazdım. Yadıma el-oba düşübdür yenə, könlümdə xatirə doludur sinə. Köçərdik yaylağa, qurardıq binə, indi o zamanə haif ki yoxdur. Baxıram dağlara tutulub üzdən, bilmirəm inciyib ya küsüb bizdən. Bulağın üstündə qızların tezdən, nazı qəmzələri haif ki yoxdur. Sazlı, sözlü, gözəl məclis quranın, süzən havasına qara zurnanın, çəmənlikdə qaqqıldaşan durnanın boylanıb baxması haif ki yoxdur. Nasıl belə yaddaşına sonra uşaqlığınız çox gözəl keçib sizin. Sonra Yağılcanın gül çiçəkli devranı, yaz gələndə hamı olar heyranı. Maralı, cüyürü, xallı ceyranı, bir gözəl çeşməsi haif ki yoxdur. Gör arxını, mən sevirəm ürəkdən, böyümüşəm qucağında bələkdən, verilibdir nazu neymət fələkdən, bir gözəl meşəsi haif ki yoxdur. Dəyərdə anamın yuxa yaymağı, bayırda atamın əmlik soymağı, səhərlər verdiyi balı, qaymağı, rövşənəm ayırlar, haif ki yoxdur. Doğrudan da bizim gör axını götürəndə ya yağılcıyı götürək. Yağılca o böyükdə yağılcıda gül, çiçək, hər şey var, amma bir dənə içməyə çeşməsi yoxdur. Gör axını çox gözəl eldi, qədim eldi, mərfətli, hörmətli, ağıl eldi, amma bir dənə ətrafında meşə olsa lap fəal olardı. Bax, bunlar mənim. Ben uşaqlığımız deyinəm. Çox gözəl keçib. Sağ olun. Ailənizin sizin həyatınıza necə təsiri olub? Deməli, ailə deyəndə birinci mərifət, hörmət, qanacaq, hər bir şey ailədən başlayır. Əgər ailədə
ailənin başçısı öz yerindədirsə də, o ailədə bin bərəkət həmişə aşıb daşıyacaq. Əgər böyüyün, kiçiyin yeri bilinmirsə, ailənin başçısı bizdə, deməli, kişi yerində deyilsə, qadın öz ərini saymırsa, sağ o uşaqlar da onu saymayacaq. Ona görə də əlbəttə ki, hər bir ağıllı, dərrakalı, müdrik adamların müdrik kimi, ağıllı, dərrakalı kimi böyüməsində ailənin böyük təsiri var. Bu danılmazdır, bu belədir. Demək olar ki, mənim atam məsələn işdən evə gələndə bizim evə sakitlik düşərdi. Səs yuxarıdan danışmaq olmazdı. Hamımız onun dediyinə qulaq asardıq. Anam axşamlar bizə nağıl danışardı. Onun nağıllarından məsələn birini sizə danışmaq istəyirəm ki, hər şeyin qədrini, qiymətini bilmək lazımdır. Bacı kimdir, qardaş kimdir, ata kimdir, əmi kimdir, dayı kimdir. Bunların hamısına hörmət eləyib, bunların qədir qiymətini bilmək lazımdır. Bir dəfə anam belə bir nağıl danışdı ki, bir dənə qadının həyat yoldaşını, ondan sonra oğlunu, bir də qardaşını həbs edirlər. Bu qadın gedir padşahın yanına ki, mənim ərimi də, qardaşımı da, oğlumu da buraxın. Padşah deyir, buraxaram, amma birini. Hansını istəyirsən, fikirləş, mən onu buraxayım. Qadın fikirləşir, deyir ki, ər eldən gəlir, oğul beldən gəlir, atam yox, anam yox, qardaş hardan gəlir, qardaşımı buraxın. Anam bu nağılı danışanda mən bir balaca incidim. Dedim, görün necədir ki, anam atamı da, məni də qardaşı qədər istəmir. Həqiqi uşaqlıqdır da, ancaq bunun başqa dərin mənaları var. Doğrudan da bu fikir düzdür ki, sabah başqa ərə gedər, oğul da tapa bilər, ər də tapa bilər. Ancaq da qardaş tapa bilməz. Hər şeyə düzgün qiymət vermək də elə buradan başlayır. Sonra bir nağılında danışırdı ki, bir dənə qadın uşağını itirir. Da bu qadın həmişə bu uşağını tapmaq arzusuyla oturur, durur, ağlayır. Bir dəfə, mən bunu qısa danışıram da, o çoxdur nağılın. Bir dəfə bazarda görür ki, nəsə bu bir oğlan uşağı görür ki, bunun ürəyi bunu görəndə ta da döyündü. Bu hiss eləyir ki, ana ürəyidir da, bu bunun oğludur. Qadına deyir ki, bu mənim oğlumdur. Qadın deyir, yox, bu sənin deyil, mənim öz oğlumdur. Deyir, aç dirsəyinə bax, orada xal olmalıdır. Açıyla baxır, xal var. Yenə qadın deyir, yox, bu mənimdir. Bunların mübahisəsini padşah həll eləməli olur. Gedərlər padşahın huzuruna, orada xeyli adam varmış. Bunları yola salandan sonra padşah bunları qəbul eləyir, deyir ki, deyin görüm sizin şikayətiniz nədir? Bu deyir, uşaq mənimdir, bu deyir, uşaq mənimdir. Padşah bunlara baxır ki, siz mənə deməli, həqiqi dəlil, sübut gətirə bilmədiniz. Ki, uşaq sizindir. Mən uşağı xançalla 2 yerə böləcəm. Yarısını sana verəcəm, yarısını da sağa verəcəm. Qadının ikisi də padşahın üzünə baxır. Padşah uşağı qarşısına qoyur, xançalı qaldıranda qadının biri bağırır ki, uşağı bölmə, mən istəmirəm, o birinə ver, bu qadına ver. Padşah onu da başa düşür ki, ana ürəyidir. Ona görə bağırdı ki, uşaq bunundur. Deyir, deməli, uşaq sənindir. O birinin heç vecinə də olmadı mən xançalı qaldıranda. Uşağı göt apar. Bax, belə öğütlü, nəsihətli, məsləhətli bizə nağıllar danışardı. Özü də demişdi ki, deməli, yaxşı oxumaq, ay bala, həmişə baş ucalığıdır. Eldə, obada, hər hansı bir məclisdə sənin nə qədər savadlı, ağıllı, dərrəkalı olsan, o qədər sənə hörmət ellərlər. Düzdür. Deməli, növbəti sual həyatınızda dönüş nöqtəsi olan bir hadisə varmı? Var. Deməli, bu da mən 33 yaşım var idi. Çelyabinskiyə təzə getmişdim. Heç kimi tanımıyordum. Demək olar ki, haraya baxırdın, qar, boran, yağış, çox çətin idi. Mən işə düzələndə, deməli,
26-cı siyest savxoz var idi. Oraya gittim. Orada kolxoz sədri Alman milləti idi. Gelmil İvan İvanoviç idi. Məni Buquristi kəndinə müdür təyin elədi. Deməli, həmin kolxozun tərkibində 4 dənə bölmə var idi. Bu bölmənin hərəsinin də sahəsi 7000 kvadrat kilometr idi. Mən razılıq verdim, hələ kəndi görməmiş. Ərzə yazdım, qəbul elədilər. Mən oranın aqronomunla həmin kəndə getdim, məni kənddə tanış elədi, kəndin xalqından. Mən kəndə girəndə baxdım ki, ay Allah, burada müharibə olub, nə olub. Demək olar ki, orada bəlkə də təqribən 200 ev var idi. Bu 200 evin bəlkə də 110'u, 120'si dağılmışdı, orada 90 ev qalmışdı. Mən bunlara sual verdim ki, bu niyə belə vəziyyətdir, niyə belədir? Dedi ki, burada işləməyə başqa kəndlərdən gəlirlər buraya, avtobuslar gətirir buraya işləməyə. Ona görə ki, burada nə avtobus yoxdur, məktəb yoxdur, mağazin yoxdur, tibb məntəqəsi yoxdur. Mən özümə fikirləşdim ki, Allah, mən hara düşmüşəm, mən bunun ötəsindən gələ biləcəm, ya gələ bilməyəcəm, bu çətinlikləri mən nə tər keçəcəm. Amma ərzə yazmışdım deyini, mən ərzəmi geri götürməyə çox utandım və öz şəxsiyyətimə sığışdırmadım. Dedim, daha bir şey fikirləşib, bunun ötəsindən gəlmək lazımdır. Bir də, mənə həmişə anam, atam deyərdi ki, heç bir vaxt çıxılmaz vəziyyət olmur. Hər bir çıxılmaz vəziyyətdən iki çıxılmaz yol tapmaq olur. Bunu da yalnız ağılla, dərraki ilə, fikirlə tapmaq mümkündür. Mən özümə yalnız fikirləşib, bu yolu tapmağı özümə, deməli, elə bil ki, haqq bildim ki, yalnız bunu tapmaqda mən bu çıxış vəziyyətdən çıxa bilərəm. Nəsə, orada Mariya xala var idi, çox gözəl arvadı idi. Allah durursa da ona uzun ömür, can sağlığı, rəhmətə gedibsə də uzun ömür, belə Allah rəhmət eləsin, torpağı yüngül olsun, yeri cənnətli olsun. Dedi, ay oğul, sən cavan uşaqsan, sən başını buraya soxma. Neçələri gəlib gedib buradan. 45 ildə müharibədən sonra hələ bizim burada yenə də məktəb yoxdur. Sən naxaq gəlibsən. Çıx, ged oğul. Mən sana məsləhət görürəm. Dedim, Mariya xala, valla mən də gedərdim. Amma ərzə yazmışam. Mən bu ərzəyi geri götürməyi özüm şəxsiyyətimə sığışdırmam. Mən mütləq nəsə də eləməliyəm. Mən gecə yatdım, bir xeyli fikirləşəndən sonra dedim, bir gedim raykomluğa. O vaxt raykomluq idi. Getdim raykomluğa, heç kimdən heç nə soruşmadım. Aşağıdan otaqların üstünü oxuya getdim. Mən burada ya Tatar, ya Başkir, müsəlman milləti yox, millət başqa şeydir. Müsəlman dininə qulluq eləyən adamlar gəzirdim. Ona görə ki, müsəlman milləti yoxdur, müsəlman dini var. Məsələn, millət Azərbaycanlı olar, Qazaq olar, Özbək olar, Başkir olar. Bunları bir-birinə qatmaq lazım deyil. Mən baxdım ki, Rayisbalkomun sədri Kambikov Şamil Şakiroviçdir. Bildim ki, bu ya Tatardır, ya Başkirdir. İçəri girdim, katibəsinə dedim ki, mən Şamil Şakiroviçin qəbuluna getmək istəyirəm. Buquristi kəndinin müdürüyəm. Biz istəyirəm. Denən ki, Yusifov Rövşən Məmmədoğlu sizin qəbulunuza gəlmək istəyir. Bu içəri girdi, dedi ki, yanında bir adam var, qoy o çıxsın, səni qəbul eləyəcək. Mən gözlədim, bir 10-15 dəqiqə bu adam çıxandan sonra içəri girdim, salam verdim. Mənə dedi ki, sən niyə gəlibsən bura? Birinci sualı o oldu. Mən də Gürcüstanda olan vəziyyəti ona aydınlaşdırdım ki, fabrika, zavodlar dağılıb, iş yerləri yoxdur, məcbur olub mən gəlmişəm bura. Elə məni kimi çoxdular dedim. Sonra dedi ki, və sən nə tər getdin Gelmelin yanına, bu nə tər gedib işə qəbul olmağım haqqında fikirləşdi, soruşdu. Mən də bunları danışanda dedi, oğul dedi, sən Gelmeldən işləyə bilməyişdən.
o özündən ağıllı adamları həmişə qovub. İstəməyib ki, yanında özündən ağıllı adamlar işləsin. Gəl, mən səni Kasabolodka savxozuna direktorun müavini göndərim. Ged orada işlə, sonrasına baxarıq. Mən buna da dedim ki, Şamil Şəkeroviç, mən xalqa söz vermişəm. Ondan sonra ərzə yazmışam. Mən o ərzəyi geri götürmərəm. Xalqın qarşısında verdiyim sözə mən əməl eləməliyəm. Sizdən xahiş eləyirəm, mənə kömək eləyin. Dedi, oğul dedi. Eləcə də oğul dedi, bax, inanın. Kövrəlirəm, onlar yadıma düşdəndə. Mən dedi, oranın halına bələdəm. Bir neçə dəfə gedib baxmışıq. Ora çox dəhşətli haldadır. Onları düzəltmək üçün bir neçə il lazımdır. Çətindir ora. Dedim, xeyr, Şamil Şəkeroviç, orada tikili binalar var. Onları sadəcə təmir eləyib, məktəb, mağazin, tip məndəqəsi eləmək olar. Deməli, dayanacaq da yolda qoyar, Kustanaya, Qazaxstana gedən maşınlar gəlib keçər, oradan oranın vətəndaşlarını da, oranın sakinlərini də aparıb gətirər. Mən bunları özüm icazə alacağım oradan. Bu bana dedi ki, onda get, gələn həftənin 3-cü günü gələrsən. Mən ona qədər deməli, raykomla danışayım, rayonla danışayım, deməli, tikinti işlərinə baxan organizasiya ilə danışayım. Nəsə biz razılaşdıq. Gələn həftənin deməli 3-cü günü saat 2-də mən bunun qəbulunda olmalıydım. Oradan çıxdım, raykomların həyatında bir balaca oturandan sonra fikirləşdim ki, mən özgənə təliləyə bilərəm ki, bu iş bir balaca irəli getsin. Dedim, mən mütləq qəzetə müraciət eləməliyəm. İrəli qəzetinə. Mən getdim qəzetin redaksiyasına. Gördüm orada kabinetlərə baxdım. Redaktorun qəbuluna getdim. Maslak Yuri Ivanoviç idi. Mən Yuri Ivanoviçə dedim, olar mı gəlmək? Dedi, gəl. Dedim, Yuri Ivanoviç, mən belə-belə Gelmelin yanında işləyirəm. Deməli, Buquristi kəndinin müdürüyəm. Xahiş eləyirəm, onların çatışmamazlığını gəlin, çəkin, qəzetə yazın. Dedi, əvvəlcə özünü təqdim elə. Mən dedim, mən Yusifov Rövşən Məmmədoğluyam. Dedi, Məmmədoğlu dedi, siz Gelmeli yəqin ki, yaxşı tanımırsınız. O çox belə sərt adamdır. Mən ondan icazəsiz ora gedə bilmərəm. Mən gedib oraya çəksəm, sabah mənim başım ağrıyar. Nəinki dedi raykomluqda, onun yuxarıda da hər yerdə çox sıx əlaqələri var. Gördüm bu olmur. Mən başqa bir varianta əl atdım. Dedim, onda sizinlə tanış olmaq istəyirəm. Xahiş eləyirəm, sizin kollektiv bazar günü bizə qonaq olasınız. Dedilər, yaxşı. Mən getdim, heyvan aldım, yemək, içmək, gözəl. Otdular, yedilər, içdilər. Bir balaca içəndən sonra bunlar daha Rus demişkən, smeli, nə tərdi, Azərbaycan dilində Qüvvət aldılar. Daha qüvvətləndirdilər, daha özlərinə gəldilər, başladılar yazıb pozmağa hamısını. Nə olasıdır, bir də həftənin 2-ci günü Gelmel mənə zəng elədi. Bizimlə savxozun arası hardasa da bir 35-40 kilometr idi. Zəng elədi ki, sən özünü nə hesab eləyirsən? Qəzetə gedib, qəzetdə Buquristi kəndi haqqında yazdırırsan ki, orada məktəb yoxdur, mağazin yoxdur, nə bilim, tip məndəqəsi yoxdur. Sən kimsən axırı? Mən səni işə götürməyimdə çox səhv eləmişəm. Mən də gördüm ki, axır o yeri döy. Bunu elə bil ki, könlünü almaq kimi bir variant işlətdim. Dedim, İvanoviç, hamı bilir ki, sizin vaxtınız yoxdur. 4 belə bölgə var. Siz çatdıra bilmirsiniz. Bunu başa düşürlər. Amma biz bunu mütləq yerinə yetirməliyik. Mən ona görə redaksiyaya müraciət eləmişəm. Bu acıq elədi, deməli, telefonun dəstəyini qoydu. 6-cı günü də bizim həmişə baş mütəxəssislər yığılırdı, kolxozda iclas olurdu. Mən bildim ki,
deməli orada böyük qalmaqal olacaq. Amma o yerə qoymadım. Üçüncü gün mən artıq Rayspolkomda mən görüşməli idim. Demək var ki, saat 2-də görüşəsi idik. Mən yarım saat da qabağa getdim. Getdim orada gördüm Şamil Şəkirçinin yanında heç kim yoxdur. Rayspolkomu məni qəbul elədi. Yenə bir xeyli söhbət elədikdən sonra dedi, oğul dedi, sənin bu iradənə görə sana mən hörmət eləyirəm. Mən indən belə səni özümə oğul yox idi. Bir oğul kimi sana hörmət eləyəcəm. Heç bir çətinlikdən qorxma. Nə lazım mən arxanda duracağam. Mən hamısını da zəng eləmişəm. Deməli, Trestin direktoruna da tikinti üzrə. Rayonuya da zəng eləmişəm. Ondan sonra yol idarəsinə də, Astanovkatan ötəri, Raykom da gələcək. Nəsə mən məcbur oldum Raykomun qarşısında çıxış eləməyə. Onun qısaca bir iki cümləsini deyəcəm. Mən dedim ki, mən heç bir vaxt inanmazdım ki, SSR-də, ondan sonra da Rusiyada, dünyanın ən qabaqcıl bir dövlətində belə bir kənd olsun. Hansı ki, Afrikanın heç bir dövlətində bu saat belə kənd olmaz ki, orada nə məktəb olmasın, nə tip məntəqəsi olmasın, nə mağazin olmasın, nə astanovka olmasın. Uşaqlar məktəbə 7 yaşında uşaq 1-ci sinifə 4 kilometr piyada getsin, gəlsin. Bu, heç bir çərçivəyə sığmır. Məsələn, mən sizdən xahiş eləyirəm ki, diqqətlə mənə qulaq asın. Rusiyada, ümumiyyətlə, hər bir dövlətdə hüquq hər bir adam üçün eynidir. Bax, burada oturan yoldaşlarının hansının uşağı Buqristdə yaşayan uşağın hüququndan artıqdır. Niyə? Onlar gözəl məktəblərdə oxumalıdırlar. Amma bunlar 4 kilometr yolu piyada getməlidirlər. Nəsə, belə söhbət, sonra bunların hamısı mənlə razılaşdı. Deməli, bunların iclası qutarandan sonra Şamil Şəkiroviç dedi, gedə bilərsiniz. Mən qalxanda desən gözlə. Mən də qaldım, Raykom da qaldı, bir də Şamil Şəkiroviçin özü. Raykom da mənə dedi ki, oğul dedi, sənin bu sözlərindən mən hər şeyi anladım, başa düşdüm. Biz sana nə tər lazımdır, kömək eləyəcəyik. Nəsə, mənim Raykomda olmağımı artıq İvan İvanoviç kolxozun direktoru Gelmilə çatdırıblar. Mən Raykomluqdan çıxanda, yenə deyirəm, 33 yaşım var, tanımadığım bir dövlət, bir ölkədir. Gördüm ki, bir dənə sarı 06 nömrəsi yenə də yadımdadır. Deməli, 89-98. Orada durub 2 nəfər mənə baxırlar. Mən özümü fikirləşdim, baxır da. Maşına oturub gedəndə gördüm bu maşın mənim arxamdan gəlir. Şəhəri çıxanda gördüm yenə arxamdan gəlir. Mən maşını sağa çəkdim, saxladım ki, bu maşın məni keçsin, getsin. Nəsə bu keçdi, getdi. Demirəmmi, bizlə deməli, Savxozun arası 30-35 kilometr idi. Raykomluqla bizim aramız isə harasa bir 10 kilometr var idi. Bir xeyli gedəndə gördüm ki, meşəlikdir. Meşəliyin qırağında həmən maşın orada məni gözləyir. Nəsə maşını sürdüm, məni saxlatdılar, düşdüm. Mənə dedilər ki, sən cavansan, hələ həyatı düzgün dərk eləyə bilmirsən. Səndən xahiş eləyirik. Buqristdən çıx git. Ərzəni yaz, çıx git. Dedim, axı, nəyə görə mən nə varmışam? Biz dedi, sağ xəbərdarlıq eləyirik. Sənin körpə uşaqların var. Mən də bunlara dedim ki, mən heç ara gedən deyiləm. Nəsə otdum maşın. Dedi, biz sənə bir həftə vaxt veririk. Nəsə. Gəldim. Sonra 6-cı günü indi gözləyirəm ki, hələ bazar günü deməli redaksiyadan gələsidirlər bizə. 6-cı gündə mən Gelmelin qəbulunda olmalıyam. Nəsə, 6-cı günü Gelmelin qəbuluna daha hamısı orada baş spesialistlər yığılıblar, mütəxəssislər. Gelmel birinci üzünü mənə tutdu. Sən özünü nə hesab eləyirsən? Məndən icazəsiz Raykoma gedirsən, nə bilim, redaksiya gedirsən. Dedim, İvan İvanoviç, xahiş eləyirəm acığınız tutmasın. Bax, sizin
özünüzün körpə uşağınız olsun. 7 yaşında deməli 4 kilometr məsafəyi məktəbə getsin, gəlsin. O uşaq neçədən qalxmalıdır? Neçədə məktəbə çatmalıdır? Neçədə gəlməlidir? Bu nə oxumalıdır? O sənin işində. Onlar öyrəniblər, onlar bilirlər, canları üstünə təsir edirlərsə. Əlini belə stola yeyin vurdu. Mən xoşlamıram mənlə belə danışmağı. Dedim, yox, mən səninlə nə dər danışıram? Mən olanı deyirəm, məndə vicdan var. Belə deyəndə mən özümə hiss edirəm, vicdan var deyəndə əlbəttə ki, düz işlətmədim. Yəni səndə vicdan yoxdur. Bu sözümə cavab qaytarır. Yəni məndə vicdan yoxdur. Dedim, mən elə demədim. Mən öz vicdanımı deyirəm ki, mən bunlara susa bilmərəm. Mən 3 ay müddətinə dediklərinin hamısını nə lazımdır həll eləyəcəm. Bu dedi ki, sən bəlkə ərzəni yazıb çıxasan. Dedim, yox İvan İvanoviç, mən öz xoşluğumla ərzə yazıb çıxmayacağım. Mən oradakı cəmaata söz vermişəm. Əgər siz məni işdən çıxartmaq istəyirsinizsə, baş üstə yazıb çıxarda bilərsiniz, nə tər istəyirsiniz, özünüz orada mənasını, məntiqini qoyarsınız. Amma mən ərzə yazıb çıxmayacağım. Deməli, ona qədər, deməli, biz gələn həftənin 3-cü günü raykomda görüşəsi idik. Bir də Şamil Şəkir mənə zəng elədi ki, 5-ci günü Kustanayın 1-ci katibi bizə gələcək. Sən də gəl. Ramazanov familiyasıdır. Saat 12-də burada olarsan. Nəsə də iclas var idi. Bir neçə rayonların raykomları, icra hakimləri yığılmışdılar. Mənə dedi ki, gəl biz baravar girəcəyik zala. Deməli, zalda hamı oturub, prokurordur, naçalnik milisiyaləridir, sudlarıdır, hamısı. Mən, Kustanayın 1-ci katibi, bizim raykom, qarkom, hamı baravar, mən də bunlarla baravar içəri girdim. İçəri girəndə mənə dedi ki, get 1-ci stolda, o sağdan 5-ci yerdə prokurorun böyründə oturarsa, şəhərin prokurorunun. Mən getdim orada otdum. Heç kimi də tanımıram hələ. Mən bu işarəyi gördüm ki, Şamil Şakiroviç bununla hamıya göstərir ki, mənim arxamda kim durur. Mənlə belə danışmaq, oynamaq olmaz. Artıq mənim də özümün arxam var. İclasla qutardı, getdi. Sonra biz yenə qonaqlığa getdim. Mən də bunlarla baravar getdim. Orada mən danışdım, söylədim. Cavan uşaq idim. Doğrudan çox çətin günlər keçirdim. Nəsə. Kustanayın nəsə doldum bilirsəm. Özümdən asılı deyil. Birinci katibi mənə dedi ki, oğul dedi, mən biləm ki, sən Kustanaya gəlibsən, mənim yanıma gəlməyibsən, mən səndən inciyərəm. Sən çox gözəl oğlansan dedi. Elini, obanı, millətini çox yüksək səviyyədə deməli göstərirsən, təbliğ eləyirsən. Ona qədər Raisbalkom hələ stol, süfrədə oturmamış. Mənə dedi ki, Raisbalkomun 1-ci müavini Hidayət Orucoviç dedi ki, Rövşən dedi, mən uşaq idim, hamısı məndən yaşlı idi. Oğul dedi, mən elə bilirdim ki, sana qədər Azərbaycan millətində belə sivilize olan adam yoxdur. Dedim, Şamil belə Hidayət Orucoviç dedim, sən məni şapalarla vursan, bundan yaxşı idi. Sən mənim millətimi təhqir eləyirsən. Mənim millətimdə elə oğullar var ki, daha nə tər deyim, səviyyəli də, artıq da, əgər sən istəyirsən bizim Azərbaycanı, bizim milləti görəsən, biletini mən alıram. Gəl baravar gedək, orada öz gözlərinlə gör. Mən bura gələnlərlə, sən bizim milləti dedim, sən müqayisə eləmə. Bura gələnlər iş tapanmayanlardır, evlərini acıq eləyənlərdir, qardaşına, bacısına, elə mənim özüm də dedim, orada iş olsa mən sənin yanında nə əzirdim burada? Ona görə bir də o sözü demə. Mənim bu sözümü, bu cavabımı Kustanayın 1-ci katibi eşitdi. Ona görə o mənə dedi ki, mütləq gələrsən mənim yanıma. Nəsə, bu qonaqlıq gözəl keçdi, qutardı. Sonra Maslakgil gəldi. Da yazıb, demərəm, gəldilər, yazdılar, verdilər. İndi qaldı mənim deməli, bir də finansovi addilə getməyə, orada polu uzadı, yazıb təsdiq eləyəsidirlər.
Sonra oradan bir də çıxanda yenə həmən adamlar gecə gəliblər ki, indi məni silahla qorxutsunlar. Valasnikov dostum var idi. Bu indi yaxşı da olmasa, bu həqiqətdir. Həmin vaxt vorlar var idi, qanunu oğrular. Onların üzvü idi. Bununla mənim çox gözəl kiçik bir vaxtda münasibətim var idi. Bu bunu eşidir. Gəlir bizim evdən xeyli aralı bunları gözləyir. Bunlara deyir, siz gəlsəniz mən sizi güllələrəm. Çıxın gedin. Nəsə. Bu söhbət qutardı getdi. Mən bunların hamısını 3 ayda deməli məktəbi də remont elətdim, düzəltdirdim, təmir elətdim. Meşənin içində gözəl bir bina var idi. Mağazini də, tip məntəqəsini də Astanovkada qoydurdum. Cəmaət artıq gedib gəlirlər. Cəmaət məni elə bil ki, özlərini xilaskarı kimi qəbul eləyirdilər. Bu məktəbin açılışı olanda raykom hamı gəldi, orada mənə əməkdə fərqlənməyə görə orden verdilər. Sonradan isə həmin o Gelmel'in özü raykomluğa yazdı ki, o kəndin adını, Rövşanın adını qoyum. Sonradan da bunlar da yazdılar deməli vilayətə. Sonradan da bu Sovet hökuməti dağıldı, elə də qaldı hər şey. Bax. Çox Bu gözəl çətinliklər həyat bu oldu. hekayəsi. Çox gözəl həyat hekayəsi də danışdınız. Rövşən müəllim, çox sağ olun. Ümumiyyətlə gənclərimizə biraz sualların üstündən gedək, çünki vaxtımıza az qaldı. Bunu bilirəm. Bu Hansı? nədir? 5-ci sualı. Qarşılaşdığın ən böyük çətinlik, yəni danışdı, nə olur? Hə, bax, o ən böyük çətinlik. vaxtımıza az qaldı. Acı danışacağım. Nə qədər qalıb? 5-10 dəqiqə. Deməli, ən böyük çətinlik mənim həyatımda nədir? Mən 10-cu sinifdə oxuyanda, bunu qısaca danışacağım, bizim ədəbiyyat müəllimi bana dedi ki, tətildə, yanvar tətilində Şamo romanını oxuyub gəlib danışarsan. Bu, əlbəttə mənim ürəyimdən olmadı. Çünki tətildə mən dincəlməliyəm, oynamalıyam, uşağım, futbol oynamalıyıq, futbolun azərkeşi olmuşam, yaxşı oynamışam. Nəsə, mən bu kitabı oxudum, dərnəkdə danışanda ağlıma belə bir fikir gəldi ki, görəsən, bu müəllimin özü bu romanı oxuyub bu. Mən danışanda başlarım özümdən danışmağa, müəllim dedi, düz danışırsan. Dedim, müəllim, mən düz danışmıyorum, mən özümdən danışırdım. Siz bu romanı oxumursunuz. Belə dəndə müəllim əsəbləşdi, jurnalı çırpdı stolun üstünə. Mən onda başa düşdüm ki, mən düz hərəkət eləməmişəm. Mən bu xəcalətliyimi yenə də çəkirəm. Heç bir vaxt yadımdan çıxmır ki, ictimaiyyətdə, yəni uşaqların yanında o sözü demək olmazdı. Bu müəllim də adını demirəm, məndən öz heyfini çıxdı. Dövlət imtahanında mən bilet çəkdim. Dedim, müəllim, fikirləşməmiş danışmaq olarmı? Dedi, danış. Danışdım, Oruç müəllim də oradaydı, Həzrət Quliyev Oruç. Dedi, bala, sağ ol, çıx. Sonra qiymətlər oxunanda gördüm, bana 4 yazıb. Mən orada özümdən asılı olmayaraq gözümdən yaş axdı. Mən məktəb direktorunun yanına getdim, ərizə yazdım ki, mən ədəbiyyatdan yenidən imtahan keçin, imtahana qəbul edin, mən yenidən imtahan verim. Mən yenidən imtahan verdim, Həzrət Quliyev Oruç da, indi canı sağ olsun, uzun ömür, can sağlığı, gümrah həyat arzuluram ona. O da komissiyanın üzvüydü. Orada 5 yazdılar bana. Sonra belə bir şey mən başa düşdüm ki, heç bir vaxt kim nə səhv deyir desin, ictimaiyyətdə ona susmaq lazımdır. Yalnız çıxandan sonra onun səhvini üzünə demək lazımdır. Bunun biri də deməli Əl Abbasın Haqqa Sarı verilişində bir nəfər deməli dost kimə deyirlər verilişi idi. O haqda söhbət gedirdik. Mən dedim ki, dost ya bir olar ya iki. O isə dedi ki, bu Aşıq Cununun sözüdür. Mən onun sözü olmasa da təsdiq elədim ki, mən bunu utandırmayayım. Ancaq çıxanda dedim ki, ay filan kəs, ay gözəl insan, dost ya bir olar ya iki, bunu mən deyirəm. Aşıq Cunun deyir ki, canı yanan ya bir olar ya iki. Bax. Düzdür. Hal-hazırda nə ilə məşğulsunuz? Hal-hazırda mənim deməli Heydar Əliyevlə deməli elə bil ki, Heydar Əliyevin o çıxışından sonra mənim həyatımda
dönüş bir nöqtə oldu. Heydər Əliyev, mən onda Rusiyada idim. Televizorda çıxış eləyirdi. Hansı ki Bəxtiyar Vahabzadə deyirdi ki, biz Azəri türkləriyik. Ancaq Heydər Əliyev bütün alimləri, akademikləri hamısını yığdı, təsdiq elədi ki, elə bir söz yoxdur. Biz Azərbaycan millətiyik. Bax, Heydər Əliyevin bu sözündən sonra mənim həyatımda dönüş oldu. Necə? Mən öz kitablarımda yazmışam ki, mən Heydər Əliyevin qarşısında diz çöküb baş əyirəm. Əbülfəz Elçibəy kimi, Bəxtiyar Vahabzadə kimi savadsız, millətini, dilini tanımayanlara qalsaydı, biz bugün türk dilində danışıb, türk dilində yazıb, türk dilində oxuyorduk. Azərbaycan millətini bir millət olaraq, bir dil olaraq tarixdən təmiz silmişdik. Heydər Əliyev Azərbaycan millətini, dilini tarixə qaytaran, ikinci dəfə tarixə qaytaran yeganə, böyük, dahi bir şəxsiyyətdir. Eləsi insanlar həyata 100 ildə, bəlkə də 1000 ildə bir dəfə gəlir. Bax, Bəxtiyar Vahabzadə orada deyir ki, mənim yazdığım şeirlər türk dilinlə eynidir. Heç bir dəyişiklik olmadan tərcümə edirlər. Bunu hamı da bilir ki, bu ağsaqqal, gözəl insan ağ yalan danışır. Bizim 100%'li sözlərimiz bir-birinə oxşamır. Sonra deyir ki, Ovyev, bir neçə aydan sonra deyəcək, bu da bizimdir. Familiya. O adi öz dilini bilmir. Familiya yox, o ki Azərbaycanda danışmadır, kök. O bizim kökümüzün sonundaki Ovyevi görür, amma öz kökünün sonundaki Zadə şəkilçisini görmür, fikir vermir. Daha başa düşmür ki, Zadə yalnız Azərbaycan millətinin kökünün sonunda olur. Bu da Azərbaycan milləti olmağının yağlı bir möhrüdür. Dönüşüm də bu oldu ki, mən mütləq tarixi elmlər namizədi, tarixi elmlər doktoru olmalıyam ki, mən bunu öz millətimə ətraflı Heydər Əliyevin bir davamçısı kimi bu sahə üzrə çatdırmalıyam ki, ay millət, gəlin millətimizi, dilimizi, özümüzü sevək, dilimizə hörmət eləyək, millətimizə hörmət eləyək. Mən deməli belə bir xahişim var ümumiyyətlə bizim Azərbaycan millətindən. Biz özümüzü heç bir millətə, heç bir dövlətə, heç bir millətin əhalisinə bənzətməməliyik. Elə bir millətimiz, dilimiz, adət-ənənəmiz, folklorumuz, ədəbiyyatımız, elm sahəsində yüksək inkişafımız, insan hüquqlarını qoruyan, müdafiə edən konstitusiyamız, cinayət məcəlləmiz, mülkü məcəlləmiz olub əməl etməliyik ki, bütün dünya xalqları, millətləri özlərini bizə bənzətsinlər. Mənim istəyim, arzum budur. Yəni, gənc nəslə də... Əlbəttə ki, hamısını. Lap yaxşı, lap yaxşı. Deyir, üzr istəyirəm, deyir, elə yaşa sən ömrümü, tərif etsin dillər səni. Köç edəndə bu dünyadan yada salsın ellər səni. Elə yaşamalısan ki, bizdən sonra gələn nəsil bizi yada salıb, deməli, xatırlayanda həmişə gözəl xüsusiyyətlərimiz yadda qalsın. Həmişə desinlər ki, Allah rəhmət eləsin, yeri cənnətlik olsun. Sonra qocalıq hamıya mən bizim dinləyicilərə gözəl, xoşbəxt qocalıq arzuluram. Bu haqda bir dənə şeir də demək istəyirəm. Deməli, qocalıq yaxamı yaman alıbdır. Tutulub dizlərim əldən salıbdır. Duz kimi əridim, nəyim qalıbdır. Çatam ya 90-a, 100-ə bilmirəm. Cavanlığı keçirmədim boşuna. Həzz alırdım, çox gəlirdi xoşuma. Qız gəlinlər dolanırdı başıma. İndi qocalmışam, dözə bilmirəm. Daş götürüb ovucumda əzərdim. Qəvvas olub dəryalarda üzərdim. Qartal kimi zirvələrdə gəzərdim. İndi qapıdaca gəzə bilmirəm. Yastı qardan baş keçidə baxardım. Şimşək kimi parlayardım, çaxardım. Sarf dərəni qaça-qaça çıxardım. İndi pləkəni çıxa bilmirəm. Dostlar ilə gözəl məclis qurardım. Aşıq çalar, yavaş-yavaş vurardım. Qoz fındığı dişlərimlə qırardım. İndi çəkişlə də qıra bilmirəm. Rövşənəm,
Gəzir, dolaşır, gəncliyə seyr edir, hövsələm çaşır. Bəzən də görürəm, ağlım çaşır, olanı yadıma sala bilmirəm. Çox sağ olun, çox sağ olun Rüjən müəllim. Bu günə gözəl danışdığınız üçün, həyat hekayənizi bizimlə bölüşdüyünüz üçün çox sağ olun. Yəni bizim artıq vaxtımız bitir. Bir daha minnətdaram sizə, dəvətimi qəbul elədiniz, gəldiniz. Çox sağ olun. Öz həyat hekayənizi bizimlə bölüşdünüz. Çox sağ olun. Çox sağ olun. Əziz Radio Manoli dinləyiciləri, bugünkü bir həyat hekayəsi radio proqramımız sona yetir. Gələcək verilişlərdə sizinlə görüşənədək sağ olun, sağlıqla qalın.